Türkiyənin məşhur aktyoru Oktay Kaynarca müğənni Çinarə Məlikzadə ilə ailə qurmaq istəyib. Milli.az xəbər verir ki, bu barədə Çinarə Pərvizə görə də danışıb. Sənətçi deyib ki, Kaynarca özü birbaşa evlilik təklif etməsə də, ona bununla bağlı söz göndərib. İkimizin də mətbuat katibi var idi. Aygün xanım, Oktay Kaynarca ilə çox yaxındı. Hətta toyunda sağdışı olub. Mənə həmişə eşitdirirdi. Mənim də Oktayın birbaşa deməməyi, kənarda qalmağı xoşuma gəlmişdi. Məsələn, digərləri birbaşa özümə demişdi. Amma bu dəfə Aygün xanım eşitdirirdi. Deyirdi ki, o heç kimi paylaşmır. Gənc xanımla ailə qurmaq istəyir, evlad istəyir. Hər dəfə deyirdim ki, ona o gözlə baxmıram. Qardaşım, atam yerindədir. Aktyor kimi bəyənirəm, amma o gözlə baxmıram. Bir dəfə hoteldə tədbir idi, gördüm ki, Oktay Kaynarca da oradadır. Baxıram, deyirəm, odur yoxsa gözümə görünür. İfa edirəm, bilmirəm, yaxınlaşım ya yox, ayıb olar yoxsa yox. Sonra dedim, yaxşı çıxmaz kişilərin yanına getmək. Tədbirdən çıxmışam, yazıb ki, niyə mənimlə salamlaşmadın? Sonra getdim, dedim üzürlü sayın, əlimlə uzaqdan salam verdim. Yanıma gəldi, görüşdük.